Xanımlar və cənablar, Gamexana izləyiciləri, Death Stranding oyunumuzun 11-ci seriyasına, 11-ci bölümünə xoş gəldiniz. Keçən bölüm əgər yadınızdadırsa, üçlü sifarişlərin hamısını yerinə yetirdik. Yenidən bizə sifariş verdilər və pizza sifarişi almışıq. Çox qəribədir, dünya dağılır, biz pizza daşıyırıq. O sifarişi və 3 dənə sifariş götürəcəyik biz, yadınızdadırsa əgər. Biz bu sifarişləri götürməmişdən əvvəl bir duş alaq, çimək, kişisel odaya daxil olaq. Ondan sonra yola çıxaq. Çünki həm bu 3 dənə sifarişdən ilk öncə pizzanı aparıb verməliyik. Çünki 30 dəqiqə müddət veriblər bizə. Düz deyə yatıb durub 5 dəqiqə qalmış da aparmaq olar. Oyunun yəni dəqiqəsi ilə bizim dəqiqəmizə eyni deyil. Prosta nə qədər tez versək, o qədər XP-miz yuxarı qalxır da. Yəni daha yaxşı olur vəziyyət. Birinci elə onu aparaq verək. Sonra yol inşaatı var orada, səhv eləmirəmsə. Onu yol tikməliyik nəsə. Keçən bölümümüzdə yadınızdadırsa əgər. Bir də robot. Bəzi robotlar var ki, robotların alətlərini çatdırmalıyıq. Hansı ki, bundan sonra robotlar da deyəsən bizə kömək eləyəcək. Çatdırılma ilə bağlı. Ki, bayra çıxdım yenə. Gödüş almaq üçün girmişdim, bayra çıxdım. Nəysə, əsas o da yatdı durdu. Sifarişlərimizi götürək, pizzalar, aparat çatdıraq. Prosta biz burada maşın saxlanır, hər maşınımız burada. Zarət kasası qalıb maşının. Sifarişlərin üçünü də götürək. Üçü də qoy. Onu da götürək, hamısı üstümüzdə olsun. Acil pizza təslimatı. Aha, Die Hardman gəldi. Onu Göldüyüm şəhərinin güneyindəki yerə aparmalıyıq. Otonom təslimat robotları iyi iş çıxarırsa bu durum ərzaq dağılım. Deyir əgər o robotlar deyir işə yarasa, bundan sonra bizə köməklik eləyəcəklər həmən robotlar. Prosta Göldüyüm şəhəri hardadır ki? Lap uzaqdadır yol deyirsən. Burada bizə nə lazımdır? Bizi bura niyə verdi ki birbaşa? Nəysə, bunu da sırtımızda, bunu da. Pizzalar deyir doğru taşıdığından əmin ol. Yana çevirə bilmərik pizzanı. Maşını yükləyək, biz niyə əlləşirik ki? Metal verdi, seramik verdi. Üstümüzdə ki, bir dəqiq, üstümüzdəki konteynerlər də düşürdük hətta maşına. Çünki çox böyük oldu üstümüzdə. Onu da maşını yerləşdirək. Olsa maşınla gedəcəyik də, yəni. Qoy belimiz biraz rahat olsun. Gedək maşını götürək. Maşın prosta zaryadkası az qalıb deyəsən, yol var. Yeni bir yol eləyəcəksən deyir, asfaltçıya. Niyə? Niyə? Deyir, kargo deyir. Aşsan kargonu. Maşına minə bilmirsən. Üstümüzdə şey çoxdur deyənə, kargo da çoxdur deyənə. Maşının plus maşının kargosundan da çoxdur. Maşına da kargo qoymuşuq axı. Ona görə maşına minə bilmirik. Biz neyniyək bə? Bir dəqiqə. Biz neyi düşürdə bilərik ki üstümüzdə? Üstümüzdə mən lazım olan şeylər qoymuşam axı. Mən istəmirəm axı bunlar şey olsun. Onda belə eləyək də. Maşındakıları özəl dolaba necə yerləşdirə bildik? Ya buradan özəl dolaba necə yerləşdirə bildik? Malzəmə, maşın burada, maşın burada. Belə eləyək. İlk öncə bu kargoları çıxardaq. Birinci pizzanı verək, gedək, gələk, sonra bunları gələk götürək. Çünki olmayacaq belə. Hətta bunu da qoyaq. Əla. Pizzanı verək, abratını bura qaydaq. Özəl dolaba qoydum usta bunları. Bura qaydaq, buradan götürək, sonra təzədən yola çıxarım. Yerimiz qalmır da, neyniyim? Biraz da xəstələnmişəm. Səsim çox güman ki, sizə fərqli gəlir. Keçən səfər bundan çox vurmuşdur yük maşını. Acil pizza təslimatı. Sadəcə zaryadkam yoxdur. Mən zaryadkaya harada qoymaq maşına?
Görək yolda bir dəqiqə pizza hara aparacağıq biz? Hə, bura. Sonra buradan gəlməliyik, yol çəkməliyik bura qədər. Göldüyüm şəhərinə qədər. Yox, Göldüyüm şəhərinin şərqindədir, cənubundadır, nədir oraya qədər. Ümid edirəm buralarda zayıf qoymağa yer var deyəcəydim ki, kimsə sağ olsun bura qoyub. Bəyənə bilmirəm. Mən niyə bəyənə atamıram buna ki, o birisi online oyuncular da şey deyə bilsin. Oynaya bilsin. Nəysə, doldurduq zaretkasını, gedək. Hətta da kimsə yaxşı bir insan sağ olsun, ora yol da tikib biz üçün. Həqiqətən çox xoşlayıram bu oyunu. Niyə görə? Ən əsas da ki, yəni Hideo Kojima həqiqətən bu işi bacarıb. Çünki hekayə janrında olsa, yəni insan sıxılmır. Burada sosiallaşma o qədər gözəl eləyiblər ki, məsəl üçün xəritədə neysə qurursan və başqa bir insan da bundan istifadə edə bilər. Məsələn, mən indi yolu qursam, ondan sonra kimsə məsələn siz sonrasında oynasaz bunu, təbii ki, orijinaldan gedir də söhbət. Onlayn qoşulsaz, oynasaz, bu missiyaları keçməyə çalışsaz, həmən qurduğum yol sizin də qarşınıza çıxacaq. Yəni təbii ki də burada çox insan bəyənərsə bunu. Həmən yol sizin də qarşınıza çıxacaq, siz də istifadə edə biləcəksiniz ondan. Bəlkə də siz oynadığınızda görərsiniz ki, yəni o yolu tikib qurtarmışam mən. Yəni bu tərəfini çox sevdim həqiqətən oyunu. Əslində maşın da pis deyil, motosiklet daha sürətli idi, düzdür. Amma maşın da daha çox yük götürür. Kaş ki bundan daha çox götürə bilsəm. Nəysə, gəldik. Satdıq. Deyəsən pizza maşına vurmuşduq. Onu götürək maşından. Kargosunu açaq, hə, buradadır pizza. Belimizə qoyaq bunu. Sonra gedək onu verək, sonra dala qaydaq. Deyirəm, dünya həqiqətən dağılıb. Yəni, hər kəsən öz dərdindədir. Amma bu pizza dərdindədir. Özdə soyumadan pizzanı təslim et, ha. Keyfə bax, sən. Biz keyvələrlə əlləş, onlarla əlləş. Heç olmasa üzüyü görərdik də kimə verdik biz bu pizzanı. Heç üzünü də göstərmədik kim olduğunu. Elə prosta hə, sağ ol. Sən də sağ ol. O boyda sənə görə yanacaq işlətmişəm. Maşınla gəlmişəm, yüklərimi boşaltmışam, yolumdan olmuşam sənə görə. Hətta sağa sola dönəndə şeylər də yanır. Pavrotniklər də yanır sağda solda, döndərəndə yanır. Deyəsən bizim bu xəritədə işimiz çox olacaq. Çünki bu mapdə hələ biz bura göyə gəlmişdik 3 dənə yeri bağlamağa, kiralağa qatmağa, amma 3 dənə yeri qatdığımızdan sonra belə hələ də bizdən missiya verir. Bizə daha doğrusu missiya verirlər, yəni görəv verirlər. Oranı keç, buranı keç. Nuş olsun bu arada da yazdı ki, yaxşı idi vəziyyəti, istiydi nə idi deyəsən. Sudan keçəndə maşın ölür. Oyda nə tez zaretkası gedir bu maşına. İnşallah ki qurtarmaz. Ora kimi çatdıra bilsəm bomba olar. Zaryadkom qurtarır. Ooo, zaryadkom qurtarır. Bizim zaryadka qoyduğumuz yer harda idi? Dey oradan. Çatar ora kimi, çatar. Biraz da. Bir dənə farsaj verək, çatsın orada tez. Əla. Qoy dolsun zaryadkası. Nə tez qutardı ya onun zaryadkası ya. Bir dənə orada gedib gəlməyə zaryadka qutardı. Keçən səfər nə boyda yol gəldik, biz heç bu qədər qutarmadı zaryadkası. Gedək şeyləri götürək özəl dolabımızdan. Sonra qaydaq gedək şeyləri, yolu çəkək. Mesela buradan farsaj verək, onsuz da bayırda zaryadka qoymağa yer var. Sonra gəlib şey deyərik təzədən. Farsaj verirsən də bir ilə gedir zarafatsız. Bir dənə fərq edir. Neyse düşək.
kargolarımızı götürək. Özel dolaba özel dolabdan çıxardaq, maşını yükləyək. Ondan sonra gedək. Bir dəqiqə. Hə, bunlar idi da. Yox, taşı da yüklə. Taşı da yüklə. Taşı da yüklə. Bizə burada bax seramik lazım olacaq çox kimi. Ayda. Üstümüzə daşıya bilərik. Üstümüzə daşısa maşına minəməyəcəyik. Nə fərqi var ki? Neyse. Ayıb yox. Cəhənnəm. Maşına minəyik. Bu arada biz Göldüyüm şəhərinin yanında solunda Kinem şərqindəki olan bir yerə getməliyik. Və orada bizi Fragile gözləyir deyəsən. O Fragile qız var idi. O bizə Higgs'lə olan mövzunu anlatacaq. Yəni Higgs'lə araları niyə demişdi? Higgs'dəki, yəni keçən bölümdən və yaxud da ondan qabaqki bölümdən baxanlar bilir ki, Higgs'da terrorist qrupudur. Əvvəl onlar da kargocu olublar, yəni təslimatçı olublar. Ondan sonra onların nəsə arası deyib necəsə olub Fragile-la. Çünki Fragile Express olub da əvvəl çatdırılmaq. Sonra araları deyib nəsə ayrı-ayrı başlayıblar işləməyə və Higgs burada terrorist qrupu yaradıb özü üçün ayrıca. Və həmən terrorist qrupu ilə da şey eləyir. Məsələn, bizim kimi kargo daşıyanları kargolarını tuturalır əlindən, nə bilim onları öldürür falan filan. Neyse biz burada yol eləməliyik deyəsən. Yapı menüsünə girək. Yolu inşa elə. Əvvəllər deyir oradan bir dənə otoyol keçirdi. Deyir ilk grup deyir orada asfaltı yarıya kimi tikdi amma ləvazimat çatmadı. Deyir yəni gerisini də sən tikə bilərsən. Nə istəyir bizdən? 150 dənə kristal istəyir. 150 dənə. Bir dəqiqə. Okey. Sonra nə istəyir bizdən? Seramik istəyir, bir də metal istəyir bizdən. Bunu qoyaq kristalı. Maşın içində deyəsən seramik var idi məncə. Yoxsa yox idi. Bir dənə baxım. Neyirsən? Bir dənə gözlə, bunun içində seramik var. Hə, deyil, seramik var. Seramik də var. Sırtımıza qoyaq bunu. Metal da var. Onu da qoyaq bura belimizə. İkisi də var. Bunları da əlavə edək. Yavaş Sem, yavaş. Bu mahnıdadır. Burada mahnı gəlir. Neyse seramik qoyaq. Bir də metal qoyaq. Düzdür, niyə bu qədər çox qoydum bilmirəm. Amma nə deyir? Daha çoxu deyir itəcək. Neyniyim? Sən sayla vermədin ki, birbaşa ver. Bəs indi yolu necə tikəcək? Mənim maraqlıdır. Yuh da yəni. Neyir ola bu aparat? Əcəb aparatdır sənin. Əməlli yol oldu ya. Beyler əməlli yol çəkdik ki biz. Özdə deyəsən burada metal var, bunu da götürək. Daha bundan sonra mən də deyirdim bu seramiklər, metallar bizə lazım olur mu yoxsa yox, bunlar nə işə yarayır ümumiyyətlə? İndi bəlli oldu ki, artıq bunlar da bizə lazımdır. Çünki yol tikmək üçün bizə lazımsa da bura. Yol tikmək üçün bizə lazım olacaq. Özdə deyəsən burada maşın da zarətqə olur. Yəni xüsusi zarətqə qoymağa ehtiyac yoxdur. Yolu çəksək, yolun üstü ilə geçsən, yəni maşının özü də avtomatik zarətqə olur. Şərəfsizlərə bax terrorist qrupu var sağda solda da xəritəyə düşürməndə də qırmızı. Amma çox yaxşıdır axı bu. Kaş ki bütün hər tərəfdə yol belə olsa. Bir yolu çəkmək lazımdır. Görün nə zordur. Düppədüz yoldur. Bomboşdur. Maşın da zarətqə olur. Yəni dəqiqə başı biz onu zarətqə eləməyə yer axtarmırıq.
pürüz düppədüz yoldur da, yəni sürürsən, gedirsən. Biri var ki, bu çıxıntılı, düşüntülü yerlə qalxasan, düşəsən. Bir də var ki, belə rahat yolla gedəsən, yəni görməyə qədər yolumuzu rahatlaşdırır bu. Prosta deyəsən, bizə o şəbəkələri qurmaq lazımdır. PKY də lazımdır. Bir dənə baxım xəritəyə. Hə, biləcəm indi. Hə, bax. Burada biri var, asfalt. Amma burada qutarır asfalt. Buradan bura çəkməliyəm, deyəsən. Amma burada bundan tikməliyəm, o asfalt tikəndən. O yumrudan qoymaq lazımdır, deyir, burada olandan, solda olandan. Yəni köhnə oyuncular niyə tikməyib ki bunu, mənə maraqlıdır. Yəni onlar da yarıya kimi tikiblər heç. Axıra qədər tikməyiblər. Niyə görəsən? Yəni çətin olubmu, yoxsa metal tapamayıblər, seramik tapamayıblər? Hə, ora işarət qoyur ki, bura işləmək olmaz. Kaş ki bu yolu axıra qədər çəksəydilər. Hətta sağa da kimsə yol çəkib, bura saxlayıb yarıda. Bu yolu axıra qədər çəksəydilər, əla olardı. Axıra kimi yolla gedərdik də, daha belə əziyyət çəkməzdik. Və yol burada qutarır deyəsən, hə? Burada yol qutardı, qutarmağına. Biz hara getməliyik, hə, qabağa? Bəs bunu biz tikə bilərikmi görəsən? Bax, burada da şey var. Tikməyə yer. Yəni bunu tikə bilsək, seramik də var da, burada bunu da götürək hətta. Görüm tikə bilirəmmi bunu? Buradan da yol çəkərdim də özüm üçün. Oha! Nə qədər istəyir məndən, ha? Ona görə tikməyiblər, Onlar da yarıya kimi doldurub. 3200 metal istəyir. 450 kristal istəyir, 2400 seramik istəyir. Düzdür, məndə var onlar. Maşında, gözdə görün maşında idi. Yox, maşında yox idi məncə. Kargo bölməsi, hə, var maşında. Amma çatmayacaq da ora. Yəni onsuz çatmayacaq. Distro centers and the like are stocked with materials you can use to fabricate equipment. You can also take what you need to build structures. Ona görə tikməyiblər, burada heç nə. Yarıya kimi saxlayıblar, tikməyiblər. Bir dəqiqə, mən bura necə gedəcəm bəs? Buradan körpü tikib bura, amma bu sol tərəfdədir. Mən nətər gedim buradan? O körpü sağa aparır. Bizə sola lazımdır. Neyse, bunu zaryadkaya qoyaq. Bir şey daha zaryadka lazım olacaq mənə, məcburən. İndi işimiz çətindir, bəylər. Yaxşı gəlmişdik, yolla sevinmişdim. Mən dedim, bəlkə də köhnə oyuncular yol zat çəkərlər. Biz də rahat keçərik, amma buradan da yol qoymayıblar. Mən o tərəfə nətər keçəcəm? Bu suyun arasından. Mən də buradan PK-ya istifadə eləmək istəmirəm axı. Birdən zaryadkam qutardı. Buradan düşə bilərimmi? Məncə buradan düşər keçər. Zədə aldı, amma cəhənnəm. Asta-asta gedək, görək yolda düz gedirəm mən. Hə. Belə getməliyəm. Hə, burada da düz çatmışıq ki, dayı. Mən də elə biləm ki, uzaqdadır, çatmışıq. Amma buradan nətər düşəcəm mən? Maşını buradan bıraxsam əncil olacaq bu. Dala getmir. Heç qabağa da getmir, deyəsən. Aha. Buradan bıraxım da maşını, nə olacaq ki? Aşmadı.
Aşmadı, işte çatdıq. Elə qabağına gəlmişik, düz gəlmişik elə. Bura gəlməli idi onsuz mən bilə. Hə. Aşağı düşüb robotları verməliyik. Prosta yolu tikə bilmədik. Yolu çox istəyir də bizdən. O qədər mən keramiki, metalı seramiki hardan tapım mən? Bütün xəritəni kəzim onda gələk. Mən missiya keçməyim də, elə oyun oynayayım mən. Yəni prototipləri maşın, deyəm. Prototipləri üstümə götürüm. Bu robot prototiplərdir. Seramiklər qalsın maşında. Aha, bunları təslim eləyək. Görək nə robotdur ki bu. Üçün də verdik də mən bilən, hə, 3 dənə prototip. Aha. Sən Porter sənsin demək, səni gözləyirdim. Robot testi içində kömək eləyəcəyini dedilər. O işə başlamadan qabaq baxaq necədir. Yəqin karqolara baxır ki, vəziyyət nə deyirdədir. Yaxşı, axı biz onsuz da həmişə yaxşı mal gətiririk də. Nə vaxt pis bir şey olur ki, mal bizdə. Allah. Neyse, buna geçtik. Neyle? Böyük ulaştırıcı ilə ödülləndik. 20 dərəcəyə qalxdıq. Əla. Ha, bu robotlar ancaq deyir kiralağa, yəni internetə bağladığımız yerə qədər işləyə bilir. Ondan qırağa çıxa bilmir. Yəni bizi kimi çıxa bilmir də. O insan deyil axı robot. Neyse, sizi də kiralağa network'a bağlayaq. Yəni başkəndlə birləşdirək sizi də. Paytaxtla. Görürsən Fraza ilə də görüşməliyik deyəsən burada. Çünki o bizə dedi ki, keçən bölüm gördüyüm şəhərinin getginən ora. Mən orada gəlib sənə Hicks'la olan hekayəmizi birbaşa başa salacağam. Mənim özümə də maraqlıdır ki, Hicks'lə nə yaşayıblar deyə deyilişdim qaldım. Xəstəyəm deyə başım gedib. Bot verdi bizə tezdən. Aha, buranı da network'a bağladık. Hətta biraz da böyüdü bölgə. Aa, mama. Çox sağ ol Sam. Sən də sağ ol. Bu bizim hermatik bomba eləyəndir. Həm də robot düzəldir deyəsən. Hə, deməli bu robotlar öldüyündə partlama yaratmır. Yəni normalda burada insan öləndə keyvələr məsələn partlama yaradır. Həmin yer uçur, çökülür, nə bilim, qiyamət baş verir orada, amma robot öləndə olmur. Ölmürlər deyir. Yəni partlama yaratmırlar. Get on the delivery terminal. I'll walk you through how to use the bots. And don't worry, I'll keep an eye on things from over here. Sağ ol bacım. These autonomous delivery bots. Hə, robotla təslim edə biləcək. Artıq basit sıradan sifarişdə. Hə, bu robotlar bizim sifarişlərimizi sistem üçün xüsusi olan sifarişləri yox, standart sifarişlərimiz var, hansı ki deyib burada. Robotun daşıdığı kargo falana bilir. Ha, yol bax buna görə önəmlidir robotlar üçün. Əslində robotun olmağı əladır, texnolojinin belə gəlişməyi çox əladır, bizim də işimizi rahatlaşdırır. Çox karqonu da belimizə yükləyib daşımayacağıq. Oy, nə şirin şeysən sən. Aha. Budu. Pingvin diye. Vay eləyir özdə. Nə temadır ha? Mahnı oxuyur özü üçün. Apardı kargo. Now we wait for the delivery bot to reach its destination. As of today, there's just one, but
If the test succeeds, we'll move ahead İnşallah ki to mass seri production. üretmə keçərik. Mən də Send rahatlayaram over da the day. dispatch when we're Yük done. daşımağa. Oh, seems I misspoke. We managed to slap together another delivery bot for field testing. You can decide how to use this one. Bir dənə də robotumuz var, deyir. Sorry, baby's fussing again. Thanks, Sam. We'll talk later. Bir dənə də robot var, deyir. Onu da sən bax gör necə istifadə These edirsən. autonomous delivery bots will benefit everyone, from folks in cities and way stations to preppers out in the back and beyond. But you must be exhausted. Why not take a break? I bet your BB could probably use one too. Dinlənək də, dinlənək, problem deyil. O boyda yol gəlmişəm dayı. İstəyirsən dinlənək. Benim için heç bir fark etməz. Getdik biz otağa. Getdik biz dinlənməyə, çinməyə, özümüzə gəlməyə. Yeri yıxıldı. Yenə nə oldu? Yenə nə oldu axı? Bu nədir? Ayıbçı. O. Biz yenə oyandıq buralarda bir yerdə. Yenə bu dəniz qırağına gəldik. Nə olur? Qocalırıq. Bu nədir? Bizə də təsir edir şey. Yuxu idi. Yazğın ürəyi düşdü. O kim də çimir? Fragile. Qız. Fragile. Saçından tanıyıram mən onu. Əgər başqa personaj yoxdursa. Oyda, bədəni qocalıb ki Fragile. Bədəni niyə qocalıb onun? Elə də gedib adam baxar, zort deyə gedib girib şeyin içinə, duşun içinə. Gedib diklənib orada baxır, mal deyə. Tərbiyəsiz, əxlaqsız adam. Adam bir üzr istəyər, adam şey deyər, o birbaşa botla çıxdı şey içindən, hamam içindən. Deyməz, deyməz. Nə zaman istərsən gəlib çimə bilərsən. Hər zaman sənə qapım açıqdır, Fragile. Look, I gotta ask. I've been hearing things. Danış da Hicks'lə olan söhbəti görək, nə olub bax sənə? She's in bed with terrorists. Don't trust her. She's just another dumbass Higgs fucked over. She's a goddamn hero, that woman. Tell me, Sam, what does America mean to you? Way my America dad made it sounds- sound. We were something special. The glue that held it all together. More than a nation. A symbol of freedom and hope. We could bring it all back if we kept on making deliveries and connecting people. Atası deyibmiş buna, görəsən? Atası deyibmiş buna. I was a wreck after he died. That's when Higgs made his pitch. Atası ölüb sonra Hicks buna təklif. Together we can run İleri sürüp. packages from sea to shining sea. Back then he had a monopoly west of here. We both stood to gain a lot from a partnership. Business was pretty good at first. Başda işlər yaxşı But idi then, deyir. a year ago, when those fanatics started Ama stirring biri up trouble, Qabaq, bundan bir il qabaq deyir, işlər deyir şeyindən fuckers çıxdı. hijacked our system. Şərəfsizlər sistemimizə girdi. Somehow they Kim? got a hold of our security passes and used them to sneak into cities. And just like Ha. that, we're delivering guns and bombs instead of medicine. And I didn't even know. Silah bomba zad daşıyıblar, xəbəri olmayıb Fragile. Yəqin ki düz deyir. Higgs was behind it all. Hər şeyin And arxasında on top Hicks of var that, deyir. he got his hands on an old school nuke that I ended up carrying right into Middle Knot City. You tell me then. Yeah. It was me. Nətər? I blew it up. Bombayı mən partlatdım deyir. Could have been different if I wasn't so fucking blind. Birinci So I bölümdə did deyəsən. everything in my power to Yoxsa stop necə? South Knot City from getting destroyed.
Yo, o burada iki şəhər yoxa çıxıb, o şəhərdən söhbət But gedir. Higgs was one step ahead. He took his pound of flesh and then some. Some wounds. They don't heal. Whatever time I've got left, the rain took. So there you have it. Everything's true. Ürəyim ağrıdı ya laf Except for Fracayla. lies. Higgs bildiyin əclatlıq eləyib I Fracayla. don't give a damn about bridges or putting America back together. But I'm not about to let Higgs and some terrorists take my father's legacy and shit all over. Higgsin deyir, atamın deyir əmanətini deyir, qoymayacam əlindən alsın. Sənə gəlməyimin səbəbi də budur. Yəni işbirliyi eləməyimiz, Higgsi alt etməyimiz. Trust me now. Valla mən I'll be there for you, Sam. yanında olsun. Bilmirəm, buna inanaq yoxsa inanmayaq sözün açığı. All you have to do is call. Çox iddialı danışır, amma biraz apasındır, bilmirəm. Hə, nə bilim, biraz qərarsız qaldım mən də. Bəlkə su içək. Kondisyonumuz düzəlsin, yerinə gəlsin. Başım qarışdı, gözdə bir su içək biraz. Özümüzə gələk. Çox danışdı, yandı başım. İçmir, yeyir. Onun da sal ağzı var. Bir dənə də iç. Aşağıda stamina da olsun, tam olsun. 3 dənə gedir onsuz. Sonra da bir dənə qəşəng duş alaq, sonra çıxaq. Bir də onsuz da iç səhərlənməsi keçirirdi. Onun da vəziyyəti yaxşıdır məncə indi. Bir dənə də iç. Bir dənə də iç. Sonra dur çim. İtisi gəlir səndən, bir özüvə gəl. Keçən səfər də çinmədik oradan çıxanda. Həsə, indi gir hamama. Buradan çıx, gir hamama. Nəsə, buranı keçək, buranı da keçək. 3 dənə şey verdi, 2 bombası verdi. Nəsə, buranı da atlayaq. Bir də tualetdə istifadə eləyək, daha doğrusu. Təpiyi qoy, donk. Analiz gedir. Yəni işəməyimizdən, poxumuzdan bomba düzəltdi bizi. Onlar da verdilər bizə. Dəsə çıxaq gedək. Göz də vurdu mən elə. Kişisel odadan çıx. Yenə Bibi. Yenə nə olub? Hara qaçırıq yenə? Bir dənə bu hekayə bir dənə bütövləşsəydi, bilərdim bu Bibi'nin hekayəsinədir ümumiyyətlə. Bu atasıdır, atası uşağı hardan qaçırdır. Hər səfərində uşaq gözünü açanda nə görür, niyə görür? Aha, maşınım da çıxdı. Biz şimdi nə etməliyik? Bizim inşa etdiyimiz yol başqası tərəfindən istifadə olunub. Have helped us to restore more of our archives. Unfortunately, I still haven't managed to dig up anything about the BB's origins. Kökənini axtarır, And I'm tapamayıb elə də. completely locked out of BB-28 service record. İcazə I could verməyiblər. at least access that. I might be able to tell you why you've been Onlar niyə experiencing görür, onu strange tap araşdırmaq episodes. istəyir. Elə bir yaxda deyim ki, yəni nədir o? I'll keep at it. You do the same. Tamam. Sam, Dayardımın yeni for yıldı. available orders. Mevcut sifariş üçün terminala göz atın. Nəsə təzə sifarişimiz var deyəsən. Higgs set Fragile up, huh? Eavesdropping again. It's all in your cuff logs.
And with the aid of the Cairo network, we were able to restore Middle Knot City's regional archives. The records corroborate her story. Don't need you to tell me what's true and what ain't. I could hear it in her voice. Son of a bitch fucked her over good. No reservations about Düz deyir working onda with Hicks. them. Aldadım onu. The bot you sent out made it Ha, to robot its gedib destination. hədəfinə. The test was Deməli a robotdan success. istifadə eləyə bilərik. Robot hədəfə yenə ağzım qarışdı. Robot hədəfə düzgün gedib çıxıb. Onda biz robotdan təzədən göndərə bildik sifariş. Type has been added to the terminal. Your hard work's getting noticed. Because of that, now it Nədir might ki bu? seem- So, Bildim də robot sifarişini qoymusunuz mənə üçün. Əla, sağ ol. Deməli robotla göndərə bilirik bunları. Nəsə göndərək də. Birinci nədir? Elə gəldim. Birinci bunu göndərək. Bizə də XP verir də oradan. Getdi nə? Dümsük. Dom 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 dom. Getdi. Bizim də öz sifarişimiz var deyə burada onu da götürək. Sem üçün sifariş var. Bir də nədir? Kurtarma gizli bir simvol. Bir dəqiqə. O dağlıq əraziyə deyəsən gedəcəyik. Buralar deyəsən qardır. Dağlıq deyirəm, qarlı əraziyə, dağlıq onsuz da hər yer. Bəs o birisi sifariş? Bu nəsə yaxındadır. Oraya gedib deyəsən qayıtmalıyıq. O birisi amma uzaqdadır. Nəsə ikisini də götürəydik sifarişdə. Bot da A2 səviyyə bot da verilib bizə, əla. Onu alaq, üstümüzə sonra şey eləyək. Bu nədir? Taşda yükləyək də. Bunu promo geyək. Və ikinci sifariş hara getdi? Bir dəqiqə, birinci səviyyə botumuzanı unutuluyaq da. Və hara getdi, hə? İkisi botları. Bunu tulla da tulla. Şey eləyək, geri dönüşüm eləyək, pul versin bizə. Gözlə. O botu çıxardaq, geri dönüşdürə vuraq, bizə pul versin. Yəni tullamayaq da. Niyə tullayırıq ki? Neyse. Sən də sağ ol. Hər dəfə geri dönüşdürəndə anasının sifəti gəlir. Sən. İndi bir dənə sifarişdən hamısını götürdük biz. Sifarişdən hamısını götürdüksə maşını necə yükləyir? İndi əraziyə baxmaq istəyirəm. Nə deyir? Bu yapı gəlişdirmək. Biz. Nə oldu ye? Okey də, hə. Biz buradayıq. Bura getməliyik deyəsən. Bir də bura getməliyik. Bu hissələrdə nəsə var. Buzul yağı. O nədir? Oy, burada da düşmənlər var. Bu hissə dağlıq yerdir, qarlıq yer, dağlıq. Hələ ilişmişəm, dağlıq. Bu hissə qarlı yerdir, bura getməliyik. Özdə çox pis yoldur ya bura. Dağı necə çıxacam, mən bilmirəm. Neysə, buradan çıxaq. Zarifkası da dolu belə. Burada yol eləməyə yer də var hətta deyəm. Görüm bunu eləyə bilirəm. Burada seramiklə metalım var idi. Bunları belimizə qoyaq. Hətta burada da şeydə də var, sumkamda da var bəyəm. Satında, yox, indi qoyduğumdur bunlar. Gözdə görüm 117 kilo. Görüm bunu tikə bilirəm. Nə qədər istəyik? Yuh! Yarısına dərman deyir bu. Neyse qoyaq da bura. Mən nə edirəm ki bunlar görə. Başqa kimsə də qoyar, istifadə edir. Kristallı hamısını qoymaq istəmirəm. Yəni çox kristalım var. Azdır kristalım var, o qədər kristalım var. Maşında daşımayaq. Bura getməliyəm, hə? Bir də deyirəm də ora qarlı əlazıdır deyəsən. Nəsə dəqiqədir, 40 dəqiqədir videonu çəkmişik. Yox, ora getməliyəm mən.
Ora, bu aşağıdakı yer başqa yerdir bura. Nəysə, mən bu bölümü burada sonlandırıram. Bir də 12-ci bölümdə inşallah görüşərik. Çünki uzun olur. Mən də çalışdığım qədər video hələ qısa tuturam ki, çox uzun olmasın. 11-ci bölüm bura qədər. Özünüzə yaxşı baxın. Həm də xəstəyəm biraz. Səsimdən də hiss olunur onsuz. Özünüzə yaxşı baxın. Hələlik.